Azərbaycanda 1 yaşınadək uşağı olan az təminatlı ailələrə müavinət verilir. Qlobal İnfluans xəbər verir ki, bu ailənin ünvanlı sosial yardım almaq hüququ olduqda təyin olunur. Müavinət uşağın 1 yaşı tamam olan ayın sonunadək verilir və məbləği 100 manatdır. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, Dost mərkəzinə müraciət edə bilər. Müraciətə qeyd alındığı gündən ən gecə 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə şəxsə rəsmi məlumat verilir. Paralel olaraq, vətəndaşın bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana, vəzifəli şəxsə və məhkəməyə şikayət etmək hüququ var. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.